İndi iştirak bağlayıcılarından tutardık. Üçüncü növü 6 dənə daha aşağılar. Bax ikisini dedim. Birləşdirmə bağlayıcısından iştirakı demişəm. İndi inkar bağlayıcıları. İnkar nə deməkdir uşaqlar? Nədənsə imtina etmək. İnkar etmək. Bir şeyin deyilən formada, yazılan formada, təqdim edilən formada olmadığını demək. Elə deyilmi? İnkar etmək. Bax, inkar bağlayıcıları nədir? İnkar bağlayıcıları işlənən cümlələrdə, hər hansı bir hərəkətin icra olunmadığı ifadə olunur. Bax, məsələn, deyir ki, nədə ki. Bax, gördünüz, sadalanan bağlayıcıdır. Sadalanır. Nə bağlaşır? Nə, üç dəfə. Nədə ki. Bir dənə inkar bağlayıcıdır, sadəcə təkrarlanır. Sonra bu bağlayıcı hansı cümlədə işlənsə, həmin cümlənin xəbəri və yaxud həmin cümlədəki dəyişən feil təsdiqdə olur. Məsələn, deyirəm ki, nə mən dindim, nə də o danışdı. Nə mən dindim, nə də o danışdı. Görsən, dindim sözü ilə danışdı sözü təsdiqdədir. Nədə? Nədə? İnkar bağlayıcıları. Bu nə sözü ki var, bizim qarşımıza bir çox başqa formalarda da, başqa nitq hissəsi kimi də çıxa bilər. Nə sual əvəzliyi ola bilər uşaqlar? Hansı nitq hissəsinin sualıdır nə? İsmin, aferisi. İsmin sualıdır. Kim, nə, hara? Bax uşaqlar, məsələn soruşuram ki, uşaqlar, sizə nə lazımdır? Bax, bu zaman olacaq sual əvəzliyi. Niyə görə? İsmin sualı olacaq. Çünki biz orada sual intonasiyasının olduğunu görürük. Sizə nə lazımdır? Sən nə axtarırsan? Bax, görsən, belə bu şəkildə deyirik. Olur sual əvəzliyi. Amma bir də olur inkar bağlayıcısı. Bir də bundan sonra biz ədat keçəcəyik. Ədatda da nə ədatı var. Amma orada nə bağlayıcı kimi sadalanmır. İstəsək onu cümlədən çıxarda da bilərik. Deyirəm ki, nə gözəl şəkildir. Görsən, burada ədat olacaq. Nə sual deyil bu, nə də təkrarlanan bağlayıcı deyil. Bu, inkar bağlayıcısı olanda təkrarlanır uşaqlar. Sonra, keçdik dördüncüyə. Dördüncü qarşılaşdırma bağlayıcısıdır. Sonra, qarşılaşdırma bağlayıcıları amma, ancaq, lakin, fəqət, isə, bir də halbuki. Bayaq dedim ha, mürəkkəb bağlayıcı. Bax, mürəkkəb bağlayıcının biri də bax budur, kiçik yazıdan mürəkkəb bağlayıcı. Birinci hansı idi? İştirak bağlayıcılarının içində qeyd eləmişdim. Hansı idi? Habelə. İkinci də halbukidir. Üçüncü də hərgah olacaq. Hərgah tabelindədir. Bunları yadınızda saxlamağa çalışın, lazım olacaq sizə. Uşaqlar, bağlayıcıların amonimliyindən danışmırıq. Bax, ancaq bağlayıcısı amonimdir. Ədat kimi də işlənir, bağlayıcı kimi də. Ancaq biz ədatı hələ keçməmişik deyə, ədatı keçəndə bunun amonimliyindən danışacaq. Ədatı keçəndə bu məhdudlaşdırıcı ədatdır. Məhdudlaşdırıcı ədat nə vaxt olur, bağlayıcı nə vaxt olur, orada artıq ədatı keçib biləndən sonra bağlayıcı ilə müqayisə edə biləcəyik. Yaxşı, qalanlarının amonimliyi yoxdur. Bunların olduğu cümlədə, bunların olduğu cümlədə, hərəkət bir-biri ilə qarşılaşdırılır. Bax, məsələn, tutaq ki, bəzən olur biz bir dənə nəyisə mətni, bir kitabı oxuyuruq, amma başa düşmürük, düzdür? Nə deyirik onda? Deyirsən ki, müəllim, oxudum, ancaq başa düşmədim. Və yaxud yazdım, amma səhv yazmışam. Məsələn, deyirəm ki, filankəsi gördüm, amma ona bir söz demədim. Görsən, hərəkət və hökm qarşılaşdırılır. Və yaxud iki adamı müqayisə edirik. Deyirik ki, məsələn, deyək ki, Əli savadlıdır. Məsələn, amma deyək ki, Həsən oxumur. Bax, Əli savadlıdır, Əlinin savadlı olduğunu dedik, Həsənin oxumadığını dedik. Müqayisə elədik bir-biri ilə, qarşılaşdırdıq. Bu zaman amma ancaq lakin bağlayıcılarını, bunlar da tək yazılan bağlayıcıdır. Bunların əvvəlində vergül qoyulur. Əvvəlində. Bax, məsələn, burada deyirik ki, oxudum, amma ancaq lakin bağlayıcıları həmişə bir-birini əvəz edirlər. Deyir ki, oxudum, ancaq başa düşmədim, lakin başa düşmədim. Bu fəqət bağlayıcısı,
Biraz bədii ədəbiyyatda istifadə olunan bağlayıcıdır. Şeirlərdə rast gələ biləcəyiniz bağlayıcıdır. Gündəlik həyatda biz danışığımızda bu fəqət bağlayıcısından istifadə edilir. Məsələn, deyir ki, Hüseyin Cavid deyir ki, mən fəqət Hüsnü Xuda şairiyəm, yerə enməmdə səma şairiyəm. Amma mən Hüsnü Xuda şairiyəm deyir. Amma demir, fəqət deyir. Ben üçün alma yazmışsın. Necə? İçin alma yazmışsın. Cümlənindir. Yox, bu cümləlidir. Oxudum, amma başa düşmədim. Bax, fikir verirsiniz, amma bağlayıcı işlərin qarşısından da vergül qoymuşum. Tək bağlayıcı olduğunu görə. Sağ ol. Gəldik 5-ciyə. Şöyle 5-ci aydınlaşdırma bağlayıcısıdır. 2 dənə aydınlaşdırma bağlayıcısı var. Biri yeni bağlayıcısıdır, biri de məsələn bağlayıcısıdır. Şöyle bu məsələndən biz xeyli istifadə edirik ya. Bax, qaydaları izah edirik. Deyir ki, isim əşyanın adını bildirir. Məsələn, kitab, dəftər, qələm, parta, sinif, müəllim, şagird və s. Belə deyir. Görürsən, onları deyəndə məsələndən istifadə edirik. Deyir ki, əlamət və keyfiyyət bildirən əsas nitq hissəsinə sifət deyilir. Məsələn, ağ, qırmızı, göy, yaşıl, dadlı, duzlu, ləzzətli filan. Bax, məsələn sözündən orada istifadə edirik. Qaydaları izah edəndə. Yəni, bir də məsələn sözü. Məsələn. Şöyle bu yəni bağlayıcısı ki var, bunun da amonimliyi var. Amonimliyi. Ədatda da yəni sual ədatı olacaq. Ədata çatanda onun amonimliyindən danışacaq. Şöyle bağlayıcıda biz daha çox görürsünüz, vergüldən, hansı məqamda işlənir onlardan danışırıq. Ədatda daha çox ədatın amonimliyindən danışacağıq. Bu yəni aydınlaşdırma bağlayıcısı olanda özündən əvvəl vergül qoyulur. O vergül qoyulan yənidən əvvəlki hissə ki var ha. Yənidən əvvəlki hissə ilə yənidən sonraki hissə arasında bu yəni bir aydınlaşdırma məzmunu yaradır. Birinci verilən cümlə ilə birinci verilən cümlənin məzmununu yəni bağlayıcısı işlənibsə, o yənidən sonraki cümlə birinci verilən cümlənin məzmununu aydınlaşdırır. Nə tər olur bu? Bax, məsələn, deyir ki, o başını